Salamdan salama fərq var. Qiyamətdə bunların hamısını hesab kitab eləyəcəklər. O ki desənə, o salam, o var oldu, neçə dənə o oldu orada. O nəyə görə idi? Uçsuz adam idi bu da. Niyə o? Salam, necəsən? Nə idi səbəb? O salamın ahəngi nə qədər uzatdın, nə qədər qısaltdın, çox şeylərdən xəbər verir. Bir də sən salam, bir də salam, niyə belə oldu? Salam, niyə belə oldu? Vallahi, bu bir alimi yuxuda görülür, deyirlər, burada belə şeylərlə məşğul olurlar qiyamətdə. İşləri yoxdur, otururlar orada mələklər. İşləri budur ki, sən neynirsən, sənlə məşğuldurlar. Başqa nə işi var onların? Onlar oturub elə sənə baxır ki, gördün, buradan niyə uzatdın, buradan niyə qısaltdın, buradan niyə belə elədin? Qiyamətdə də özünə təqdim edirlər. Sənin səhvləri və dildə, nitqdə olan xüsusiyyətlər bütün içdə olan xislətləri üzə çıxardır, aşkar eləyir. Üzə çıxardır.